Salam, bugün mən sizə coğrafiya test toplusu 2025-ci il 1-ci hissə səhifə 37-də bir neçə 37-dən başlayaraq bir neçə məsələlərin izahını verəcəyəm. Məsələlərin izahına keçməzdən öncə qeydlər edək. Deməli, kainat və yer günəş sistemində bölməsində günəş şüalarının, yer səthinə düşən günəş şüalarının düşmə bucağının hesablanması bölməsində bizə düsturlar verilmişdir. Bucağın tapılması və demək məntəqənin tapılması düsturlarımız var. Keçən video dərslərdən qeyd etmişdim və maksimum və minimum düşmə bucaqlarının hesablanması düsturları və bir də günəşin zenitdə olduğu hansı zenitdə, yəni günəşin hansı enlikdə zenitdə olduğunu tapmaq üçün bizə verilən düsturlar mövcuddur. Burada demək bu düsturdan biz istifadə edəcək və burada hərflərlə izah edək. Demək, günəş şüalarının düşmə bucağı, günəşin zenitdə olduğu coğrafi enlik və bir də 23,5 dərəcə şimal enliyi və 23,5 dərəcə cənub enliyi və ekvatorda biz bilirik ki, günəş demək 21 mart tarixində və 23 sentyabr tarixində günəş ekvatorda zenitdədir. 22 iyun tarixində 23,5 dərəcə şimal enliyində zenitdədir, şimal tropikində və bir də 23,5 dərəcə cənub enliyində, cənub tropikində günəş zenitdədir 22 dekabr tarixində. Günəş zenitdə olduğu enliklərdə günəşin düşmə bucağı 90 dərəcədir. Həmçinin günəş, baxın, bu ərazilərdə maksimum düşmə bucağı 90 dərəcədir. Yəni 23,5 dərəcə şimal enliyi ilə 23,5 dərəcə cənub enliyi arasında qalan bütün məntəqələrdə günəş zenitdə olur. Maksimum, yəni 90 dərəcədir. Və məsələmizi həll edək və günəş qeyd edir ki, 30 dərəcə şimal enliyində yerləşən Lxasa şəhərinə günorta vaxtı günəş şüalarının düşdüyü ən böyük və ən kiçik və bizim maksimum düşmə bucağı düsturumuz var idi. 90 dərəcə çıxılsın, məntəqə üstə gələk çıxaq, günəşin zenitdə olduğu enlik, buradan rəqəmləri yerinə qoyub tapırıq. 90 dərəcə çıxılsın, demək 30 dərəcə üzərinə gəlirik 23,5 dərəcə, yəni günəşin zenitdə olduğu enlik və tapırıq 36,5 dərəcə. Yəni minimum həmən əraziyə 30 dərəcə şimal enliyinə minimum düşmə bucağı günəşin 36,5 dərəcədir. Maksimum düsturumuz var idi. Yəni burada 90 dərəcədən çıxırıq, 30 dərəcə çıxılsın 23,5 dərəcə. Rəqəmləri yerinə qoyub tapırıq 83,5 dərəcə. Yəni maksimum 30 dərəcə şimal enliyinə günəş şüalarının düşmə bucağı, yəni maksimum 83,5 dərəcə düşər. Məsələ 69-a baxaq. Yay gün dönümündə şimal yarımkürəsində Qrinviç meridianı üzərində günəş şüalarının günorta vaxtı düşmə bucağı 47 dərəcədir. Yay gün dönümü günü deyirsə, deməli biz 22 iyun tarixi günəş 23,5 dərəcə şimal enliyində zenitdədir. Və şimal yarımkürəsində Qrinviç meridianı 0-cı meridiandır. Qrinviç meridianı və məsələ həllərində biz qeyd etmişdik. 47 dərəcədir. Günorta vaxtı düşmə bucağı 47 dərəcədir. 47 dərəcə olan məntəqədən səyyahlar əvvəlcə 0 azimutla və sonra 180 dərəcəlik azimutla eyni meridian çevrəsi üzrə 6660 km yol getdilər. Onların çatdığı məntəqənin, nöqtənin coğrafi koordinatlarını təyin edin. Əgər deyirsə ki, yay gün dönümü günü, deməli günəş 23,5 dərəcə şimal enliyində zenitdədir və biz məntəqəni tapmaq istəyiriksə, baxın, bu düsturdan istifadə edəcəyik və rəqəmləri yerinə qoyub buradan tapırıq
demək 66,5 dərəcə şimal enliyi. Deməli 66,5 dərəcə şimal enliyindən şimala doğru və meridian xətti üzrə biz hərəkət ediriksə, 1 dərəcəlik qövsün uzunluğu 111 km, 6660 km, x buradan tənasibi qurub tapırıq 60 dərəcə. Deməli biz 60 dərəcə şimala doğru hərəkət edirik. Şimala doğru hərəkət etdikdə şimal coğrafi qütbünə çatırıq və biz bilirik ki, qütbləri biz 90 dərəcə qəbul ediriksə, 66,5 dərəcə şimal enliyi ilə 90 dərəcə arasında dərəcə fərqi 23,5 dərəcədir. Və keçirik biz, əgər Qrinviç meridianı deyirsə, biz keçirik digər yarımkürəyə, yəni 180 dərəcəlik meridian xətti üzrə hərəkət edirik və 36,5 dərəcə hərəkət etmiş oluruq. 180 dərəcə fikir versək cənuba doğru. Çünki qeyd edir ki, sonra isə 180 dərəcəlik azimutla eyni meridian çevrəsi üzrə 6660 km yol getdi. Yəni 60 dərəcə hərəkət edibdir. Deməli, baxın toplamda 36,5 dərəcə, 23,5 dərəcə toplayırıq və bizə demək 60 dərəcə edir. 60 dərəcə hərəkət edirik və çatdığımız məntəqə artıq qərb yarımkürəsinə keçmiş oluruq. 53,5 dərəcə şimal enliyinə çatmış oluruq. Bir məntəqəmiz yerləşirdi Qrinviç meridianında 66,5 dərəcə şimal enliyi, yəni 66,5 dərəcə şimal enliyi ilə Qrinviç meridianı kəsişdiyi nöqtədən digər məntəqəmiz artıq biz 180 dərəcəlik meridiana keçirik və qərb yarımkürəsi, yəni 53,5 dərəcə şimal enliyi və 180 dərəcəlik meridian çevrəsinə keçmiş oluruq. Və bizim coğrafi koordinatlarımız olur 53,5 dərəcə şimal enliyi, 180 dərəcəlik meridian. Növbəti məsələmizə baxaq. Məsələ 72-yə baxaq. Demək, Günəş 20 dərəcə cənub enliyində zenitdədir. Günorta vaxt, demək, günorta vaxtı, bəli, demək, hansı coğrafi enliyə şaquli bastırılmış dirəyin kölgəsinin uzunluğu dirəyin öz uzunluğuna bərabərdir. Biz keçən video dərslərdə qeyd etmişdik ki, dirəyin demək kölgəsinin uzunluğu öz uzunluğuna bərabərdirsə, deməli burada 45 dərəcədən söhbət gedir. Yəni bucağımız 45 dərəcədir. Yəni günəş şüalarının düşmə bucağı 45 dərəcədir. Günəş əgər 20 dərəcə cənub enliyində zenitdədirsə və bucağımız 45 dərəcədirsə, məntəqəni tapmaq üçün bizim düsturumuz var idi. Rəqəmləri yerinə qoyub buradan tapırıq. 20 dərəcədən çıxırıq 45 dərəcə, demək mənfi olduğu üçün, yəni cənubun əksi 25 dərəcə şimal enliyi olar. Deməli, məntəqəmiz yerləşir 25 dərəcə şimal enliyində. Digər məsələyə baxaq. Məsələ 73-ə baxaq. Miqyası 1-in 7 milyona nisbəti olan xəritədə yay gün dönümündə Günəş şüalarının eyni bucaqla düşdüyü məntəqələr arasında məsafə 55,5 sm-dir. Bu məntəqələrin ola biləcəyi coğrafi enlikləri müəyyən edin. Və biz bilirik ki, ədədi miqyası izahlı miqyasa çevirmək üçün məxrəcdəki rəqəmi 100 minə bölürük. Yəni 7 milyonu biz 100 minə bölürük. 1 santimetrdə 70 santimetri tapmış olur, 70 kilometri tapmış oluruq. Miqyasımız olur 70 kilometr, xəritədəki məsafəmiz 55,5 santimetr. Həqiqi məsafəni tapmaq istəyiriksə, miqyası xəritədəki məsafəyə vurub, buradan tapırıq 3885 kilometr. Və meridian xətti üzrə biz hərəkət ediriksə, və Günəş demək 23,5 dərəcə şimal enliyində zenitdədirsə, çünki bizə qeyd edir ki, yay gün dönümündə bayaq qeyd etdik ki, Günəş 23,5 dərəcə şimal enliyində zenitdədir.
və meridian xətti üzrə hərəkət ediriksə, 1 dərəcəlik qovsun uzunluğu 111 kilometrdir. 3885 kilometr x. Buradan tapırıq dərəcəmizi. Yəni dərəcəmiz olur 35 dərəcə. Və biz dərəcəni 2 yerə bölürük. Çünki bizə qeyd edir ki, günəş şüalarının eyni bucaqla düşdüyü məntəqələr. Eyni bucaqla düşdüyü məntəqələr deyirsə, fikir versək, 23,5 dərəcə şimal enliyi ilə 41 dərəcə şimal enliyi arasında dərəcə fərqi 17,5 dərəcə, 23,5 dərəcə şimal enliyi ilə 6 dərəcə şimal enliyi arasında dərəcə fərqi 17,5 dərəcə olar. Burada doğru cavablar, yəni bizə qeyd edir ki, bu məntəqələrin ola biləcəyi coğrafi enliklər, yəni coğrafi enliklər 41 dərəcə şimal enliyi və 6 dərəcə şimal enliyi olar. Məsələ 75-ə baxaq. Sankt-Peterburq şəhərində 60 dərəcə şimal enliyində yerləşir. Günorta vaxtı günəşin düşmə bucağı 6,5 dərəcədir. Bu zaman şimal yarımkürəsində hansı fəslin başlandığını və günəşin hansı enlikdə, zenitdə olduğunu müəyyən edin. Əgər günəşin düşmə bucağı 6,5 dərəcədirsə, günorta vaxtı günəşin düşmə bucağı, qeyd edək ki, günəşin zenitdə olduğu enlik düsturunda rəqəmləri yerinə qoyuruq. Məntəqəmiz yerləşir 60 dərəcə şimal enliyi, çıxılsın 90 dərəcədən çıxılsın bucaq. Buradan tapırıq 23,5 dərəcə cənub enliyi. Çünki fikir versək, rəqəmləri yerinə qoysaq, tapsaq, burada mənfi, yəni şimalın əksi cənub, 23,5 dərəcə cənub enliyi. Deməli, günəş 23,5 dərəcə cənub enliyində olar və bizə qeyd edir ki, günəşin hansı enlikdə, zenitdə olduğunu müəyyən edin və şimal yarımkürəsində hansı fəslin başlandığını qeyd edin. Çünki əgər günəş 23,5 dərəcə cənub enliyində zenitdədirsə, deməli 22 dekabr tarixində günəş qış gün dönümündə 23,5 dərəcə cənub enliyində zenitdə olur. Fikir versək, cənub enliyində zenitdə olur. Əgər cənub yarımkürəsində yay fəslidirsə, şimal yarımkürəsində demək qış fəslidir. Ona görə də demək burada qış gün dönümü günü gedir və qış fəsli baş verir. Şimal yarımkürəsində qış fəsli olur. Məsələ 80-ə baxaq. Günəş demək 22 dərəcə cənub enliyi üzərində zenitdədirsə, demək Bakı şəhərinə günəş şüalarının düşmə bucağını müəyyən edin. Günəşin zenitdə olduğu enlik 22 dərəcə cənub enliyindədir, bucağı bərabərdir. Demək 90 dərəcə çıxılsın. 40 dərəcə Bakı 40 dərəcə şimal enliyində yerləşir. Günəşin zenitdə olduğu enlik, yəni həmən vaxt minimum düşmə bucağı düsturundan biz istifadə etməliyik. Günəş şüalarının düşmə bucağı düsturu, minimum düşmə bucağı düsturu 90 dərəcədən çıxırıq 62 dərəcəni, tapırıq 28 dərəcə. Yəni Bakı şəhərinə günəş şüalarının düşmə bucağı 28 dərəcə olar. Burada doğru cavab 28 dərəcədir. Məsələ 83-ə baxaq. Yaz gecə gündüz bərabərliyi günü Bakı şəhərində günorta olduğu zaman demək ki, uyğun olaraq hansı coğrafi uzunluqlarda gecə yarı, səhər və axşam çağıdır? Yaz gecə gündüz bərabərliyi günü deyirsə, deməli günəş 21 mart tarixində ekvatorda zenitdədir. Əgər payız gecə gündüz bərabərliyi günü desəydi, 23 sentyabr tarixi yenə də ekvator zenitdə olacaqdı və Bakı şəhəri yerləşir 50 dərəcə şərq uzunluğunda yerləşir və bizdən soruşur gecə yarı. Gecə yarı biz bilirik ki, aralarında saat fərqi 6 saatdır. Günorta, demək səhər olan ərazilər fikir versək Bakıdan
artıq qərb tərəfdə olan ərazilərdə səhər vaxtı olur. Axşam vaxtı, əgər Bakıda günorta vaxtıdsa, axşam vaxtı olan ərazi Bakıdan şərq istiqamətdə olan ərazilərdə axşam vaxtı olur. Artıq gecə yarı deyirsə, biz artıq qərb yarımkürəsinə keçmiş oluruq. Çünki Bakıda günortadırsa və artıq biz qərb yarımkürəsinə keçirik. Qərb yarımkürəsinə keçdikdə, demək axşam vaxtı 140 dərəcə şərq uzunluğu ilə Bakı arasında 90 dərəcə fərq vardır və gecə yarı olan məntəqə ilə yenə də 140 dərəcə şərq uzunluğu arasında 90 dərəcə fərq vardır. Fikir versək, biz 180 dərəcəlik meridyana çatmış oluruq. 140 dərəcə şərq uzunluğu ilə 180 dərəcəlik meridyan arasında dərəcə fərqi 40 dərəcədir. 130 dərəcə qərb uzunluğu ilə 180 dərəcəlik arasında dərəcə fərqi 50 dərəcədir. 40 dərəcə, 50 dərəcə toplayanda 90 dərəcəni bizə verir. Deməli, 130 dərəcə qərb uzunluğunda gecə yarıdır. Səhər vaxtına baxaq. Demək ki, biz Greenwich meridyanından artıq keçirik qərb yarımkürəsinə və 40 dərəcə qərb uzunluğu ilə Bakı arasında, yəni 50 dərəcə şərq uzunluğu ilə 40 dərəcə qərb uzunluğu arasında dərəcə fərqi 90 dərəcədir. Deməli, səhər vaxtı düşür 40 dərəcə qərb uzunluğu. Bizdən soruşur gecə yarı. Gecə yarı oldu 130 dərəcə qərb uzunluğu, 130 dərəcə qərb uzunluğu, səhər vaxtı oldu 40 dərəcə qərb uzunluğu, 40 dərəcə qərb uzunluğu və axşam çağı oldu 140 dərəcə şərq uzunluğu. Burada doğru cavab C variantında düzgün verilmişdir. Məsələ 84-ə baxaq. Bu da eyni tipli məsələdir. Burada artıq payız gecə-gündüz bərabərliyi günü deyir. Payız gecə bərabərliyi günü bayaq qeyd etdim 23 sentyabr tarixində Günəş ekvatorda zenitdədir. Və yenə də 30 dərəcə şimal enliyi, 30 dərəcə qərb uzunluğu olan məntəqədə günorta olanda hansı coğrafi uzunluqda uyğun olaraq gecə yarı, səhər, axşam çağıdır? Yenə də bayaqki qaydada. Demək biz qeyd edirik 30 dərəcə şimal enliyi və 30 dərəcə qərb uzunluğu. Əvvəlcə qeyd edək günorta vaxtı, axşam vaxtı ilə demək 30 dərəcə qərb uzunluğu ilə axşam çağı olan meridyan arasında dərəcə fərqi 90 dərəcədir. Deməli 60 dərəcə şərq uzunluğuna düşər. Artıq biz Greenwich meridyanını keçirik və aralarında dərəcə fərqi 90 dərəcədir. Çünki toplayanda biz burada toplamalıyıq. Çünki ikisi də müxtəlif yarımkürələrdə yerləşəndə toplayırıq. Eyni yarımkürədə yerləşsəydik çıxardıq. 30 dərəcə qərb uzunluğu ilə 60 dərəcə şərq uzunluğu arasında dərəcə fərqi 90 dərəcədir. Gecə yarına baxaq. 60 dərəcə şərq uzunluğu ilə 150 dərəcə şərq uzunluğu arasında dərəcə fərqi 90 dərəcədir. Və demək ki, 60 dərəcə şərq uzunluğunda axşamdırsa, 150 dərəcə şərq uzunluğunda gecə yarıdır. Səhər vaxtında qeyd edə bilərik. 30 dərəcə qərb uzunluğu ilə 120 dərəcə qərb uzunluğu arasında dərəcə fərqi 90 dərəcədir. Səhər vaxtı da 120 dərəcə qərb uzunluğuna düşər. Burada qeyd etmişəm, demək gecə vaxtı oldu 150 dərəcə şərq uzunluğu, səhər vaxtı oldu 120 dərəcə qərb uzunluğu və axşam vaxtı oldu 60 dərəcə şərq uzunluğu. Məsələ 88-ə baxaq. Bakı şəhərində yaz gecə-gündüz bərabərliyi günü, yaz gecə-gündüz bərabərliyi günü deyirsə, deməli 21 mart tarixi ekvatorda zenitdədir. Günorta olarsa, verilən əlamətlərin aid olduğu məntəqənin coğrafi koordinatlarını müəyyən edin. Məntəqədə gecə yarıdır. Yenə də bayaqki qaydada Bakı gecə yarı olduğu məntəqələr, Bakıda günorta vaxtıdırsa, 50 dərəcə şərq uzunluğunda, gecə yarı demək düşür 130 dərəcə qərb uzunluğu. Çünki Bakıda gecə yarıdırsa, 130 dərəcə qərb uzunluğu, daha doğrusu Bakıda günortadırsa, 130 dərəcə qərb uzunluğunda gecə yarıdır.
Çünki artıq biz qərb yarımkürəsinə keçmiş oluruq. Və bizə qeyd edir, məntəqədə gecə yarıdır. Deməli 130 dərəcə qərb uzunluğu və payız fəsli başlayır. Payız fəsli başlayır. Bəli, əgər Bakıda yaz gecə gündüz bərabərlik günüdürsə, digər məntəqədə payız fəsli başlayırsa, yəni Bakıda yaz fəsli başlayırsa, digər məntəqədə payız fəsli başlayır. Çünki Bakı yerləşir 40 dərəcə şimal enliyində, həmən məntəqə yerləşir artıq 40 dərəcə cənub enliyində. Çünki artıq cənub yarımkürəsində payız fəslidir. Çünki şimal yarımkürəsində yaz fəslidirsə, cənub yarımkürəsində payız fəslidir. Və 40 dərəcə cənub enliyində payız fəslidir. Gecə yarı da 130 dərəcə qərb uzunluğunda gecə yarıdır. Məsələ 90-a baxaq. Şimal yarımkürəsində yerləşən A məntəqəsində günəş şüaları il ərzində maksimum düşmə bucağı 53,5 dərəcədir. Deməli, biz maksimum düşmə bucağı düsturundan istifadə etməliyik.